Salam dostlar. Bugün nəfəs alma haqqında danışacağam. Düzgün nəfəs alma bizim sehirli gücümüzdür. İnsan bədənində elə bir mexanizm var ki, heç bir dərman, heç bir texnika onun qədər sürətlə sakitləşdirə bilməz. Bu elə bir sadə texnikadır ki, hər kəs bacara bilər. Bu bizim anbaan aldığımız nəfəsimizdir. Müasir elmi tədqiqatlar təsdiq edir ki, nəfəs bizim ən güclü özünü tənzimləmə alətimizdir. Sonacan dinləyin dostlar və yoxlayın. Onu da bilin ki, usta Marif yoxlayıb sınaqdan çıxarmadığı, elmi əsasları olmayan məsələdən bəhs eləməz, danışmaz, başqalarına da tövsiyə etməz. Biz narahat olduğumuz an bədənimizdə 3 dəyişiklik baş verir. Ürək döyüntüsü, damar tonusu və nəfəs ritmimizdəki dəyişiklik. Bu üçlüyü qaydaya salan mexanizm yenə nəfəsin özüdür. Burada mühüm olan şuurlu nəfəs alma texnikasıdır. Bir çox nəfəs alma qaydaları var. Onların içərisində elmi cəhətdən ən optimal olanı 5 saniyə nəfəs al, 5 saniyə nəfəs ver qaydasıdır. Elm deyir ki, insan üçün ən ideal nəfəs alma ritmi dəqiqədə 5-6 nəfəsdir. Yəni saniyə 5 saniyə nəfəs al, 5 saniyə nəfəs ver qaydasıdır. Bu cür nəfəs alma insanda stresə, psixoloji gərginliyə qarşı dözümlülük yaradır. Əslində uzun ömürlülük yaradır. Rahat otur, gözlərini yum. 5 saniyə nəfəs al burundan. 5 saniyə nəfəs ver. İstəsən ağızdan, istəsən burundan edə bilərsən, yəni nəfəs verməni. Bunu 5 dəqiqə təkrarla, ritmlə, yavaş-yavaş. Fikrinizi yalnız nəfəsdə saxlayın. Əgər fikriniz yayınsa, sakitcə yenə də nəfəsinizə döndərin ki, necə nəfəs alıb verirsiniz. Niyə bu üsullar möcüzə yaradır? Çünki nəfəs birbaşa vagus sinirini gücləndirir. Bu sinir ürək döyüntüsünü, mədə-bağırsaq sistemini, damar tonusunu, beyin dalğalarını idarə edən əsas mərkəzdir. Vagus siniri aktivləşəndə bədəndə yalnız bir xəbər yayılır. Təhlükə yoxdur, narahatlığa səbəb yoxdur xəbəri yayılır. Yəni bədəni sakitləşdirmək üçün vagus siniri aktivləşir. Vagus siniri aktivləşəndə bu vəziyyəti yaradır. Nəfəsin ritmik idarəsi beyindəki ağrı emalını dəyişdirir. Xüsusən xroniki ağrılarda faydalıdır. Eləcə dərin nəfəs məşqləri diqqət sistemini də sabitləşdirir, yaddaşı yaxşılaşdırır. İkinci ən təsirli qayda 4, 7, 8 nəfəs alma qaydasıdır. Bu qayda panik atak zamanı və ya hər hansı stres, gərginlik zamanı 1-2 dəqiqədə o bədənin aktivliyini sakitləşdirir, qaydaya salır bədəni. Bu üsul daha çox gecə yuxuya getməyənlər üçün əla bir variantdır. Necə edilir? 5 saniyə nəfəs al, 7 saniyə nəfəs saxla, 8 saniyədə yavaş-yavaş nəfəsi burax. Yaxşı olar ki, burundan nəfəs alınsın. Çünki burun nəfəsi havanı isidir, nəmləndirir. Ona görə də daha yaxşı nəticəyə gətirir. Diafraqma ilə nəfəs almaq lazımdır. Yəni nəfəs alanda qarın yuxarı qalxmalı, sinə az hərəkət etməlidir. Bu ağciyərlərin alt hissələrinin dolmasını təmin eləyir. Yəni oksigen mübadiləsini yaxşılaşdırır. İnanın dostlar, bu ən güclü yuxu dərmanından daha güclü təsir eləyir. Həm də yan təsiri olmadan. Gecə əgər oyansanız, yenə də həmin o nəfəs almanı təkrarlayın. Əgər bunu düzgün edə bilsəniz, ən çətin yuxuya gedən adam üçün belə maksimum 5 dəqiqə kifayət eləyir. Bu beyin dalğalarını sakitləşdirir bu cür nəfəs alma. Oksigen paylaşmasını qaydaya salır. Ürəyin ritmini sabitləşdirir. Əsas şərt nəfəsin ritmik, rahat olmasıdır. Yəni zorlanmadan nəfəs alma. Bu texnika həqiqətən bədənin içindəki gərginliyi ciddi şəkildə azaldır. Yadda saxlayın, çox sürətli nəfəs almaqdan uzaq durmaq lazımdır. Çünki çox sürətli nəfəs alma beyni aldadır. Beyin damarlarını daraldır. Hər narahatlıq zamanı, hər panik atak anında, hər yuxunuz qaçanda yuxu dərman deyil, bitki çayı deyil. Başqa heç bir dərman deyil dostlar. Mən bunların hamısını yoxlamışam. İlk olaraq nəfəsinizə, öz içinizə müraciət edin. Ən böyük güc sizin bədəninizdədir. Əmin olun bundan. Onu idarə edən də sizsiniz.
Allah amanında qalın. Sağ olun. Usta Marif kanalını izləyin.